Doktor, deyirlər ki, oruç tutmaq, ac qalmaq insanı cavanlaşdırır. Bəs bunun elmi izahı varmı? Təbii ki, biz oruç tutmağın faydalarından həmişə çox danışmışıq, amma söhbət cavanlaşmaqdan, yeniləşməkdən söhbət gedirsə, burada mən bir elmi cəryan haqqında danışmaq istəyirəm. Son zamanlar çoxlarımıza məlum olan otofagiya deyilən bir termin var. Otofagiya ilk dəfə yaponlar tərəfindən elmə daxil edilmişdir və araşdırmalar məhz yaponlar tərəfindən aparılmışdır. Mənası öz-özünü yemək, yeniləmək deməkdir, hərfi mənası. Deməli, orqanizmdə köhnəlmiş, qocalmış hüceyrələr uzun zaman aclıq zamanı yeniləri ilə əvəz olunur, yenilənir, immun sistem artır, orqanizm cavanlaşır. Belə bir elmi araşdırması var. Otofagiya bu mənanı kəsb eləyir, bədəndən toksinlər təmizlənir, köhnəlmiş hüceyrələr bədəndən çıxır. Ona görə ilk günlərdə bədəndə ümumi yorğunluq, baş ağrıları kimi, halsızlıq kimi əlamətlər baş verir. Bunu da o bədəndən yaranmış olan toksinlərin çıxması ilə izah edirlər. Otofagiya termini uzun müddət aclıq zamanı baş verir. Yəni günlərlə burada aclıqdan danışılır. Lakin oruç tutan zamanda 12-14 saatlıq aclıq olduğu üçün müəyyən mənada bu proses, yəni yenilənmə, cavanlama, özünü təmizləmə, özünü yeniləmə oruçluq zamanı da baş verməsi ehtimalı var.